dert döşüne tak. Ay indi çiçeği, sen de uyan. Mən ağ inci çiçəyəm, görün necə göyçəyəm. İnci kimi xırdayam, çəmənlikdə qırdayam. Məni görən adamlar ətrimi gendən duyar. Bağçalara xəzəyəm, tərtəmizəm, təzəyəm. Çiçəklərin ən incisiyəm, uşaqların sevinciyəm. Ağay bak çiçeği, sen de uyan. Mən balaca çiçəyəm, ləçəklərim sapsarı. Bax, hamıdan göyçəyəm, bəzəyirəm baharı. Bizim çölün çəmənin əziz qonaqları, nə tez solub gedirsən, yazdan sonra lalə. Güllərin ən incisi olan lalə, bir sən də uyan. Qara xallı laləyəm, qırmızı piyaləyəm. Yarpaqlarım ləçək-ləçək, həm zərifdir, həm göyçək. Güllər, indisə gəlin kəpənək səsləyək. Kəpənək, kəpənək. Bir gaygısız kefelektir. Çiçekler yüreğinde sana şirin bir dilektir. Güller üstte uçan kaçan bir gaygısız kefelektir. Çiçekler yüreğinde sana şirin bir dilektir. Kəpənəyində keçəksən, xalların var, rəngbərəngsən. Qanadların ipək kimi, sən də canlı bir çiçəksən. Yerim, tarlam, bağça meşə. Yoldaşlarım, gül, bənəfşə. Ətir saçan çəmənlərdə uçuram mən həmişə.
Novruz bayramını şən əhval-ruhiyyə qatmaq üçün səhnəyə Kosa Keçəli dəvət edirik. Çosa, hardan gəlirsən? Nə gətirmirsən çosa? Alma. Almanı neylədin? Saxdım. Pulu neylədin? Öküz aldım. Öküzü neylədin? Vurdum, öldür. Canın sağ olsun çosa. Canın sağ olsun çosa. Canın sağ olsun çosa. Başın sağ olsun çosa. Ay çosa çosa gəlmirsən. Gəlmirsən ey canasən. Almayın da hayrını. Sənkinə bir yanasən. Ay çosa çosa gəlsənə. Gəlib salam versənə. Səni doldursana. Çosanı yola salsana. Al uyruğu. Saqqalı at kuyruğu. Çosa bir oyun eylər. Yusunu oyun eylər. Allah qoyan komsası. Hər yerdə oyun eylər. Kosa, çox sağ ol. Bu da sənin bayram payın. Səhnəyə sinfimizin qızlarını dəvət edirik.
Nossa, nossa, assim você me mata. Ai, se eu te pego, ai, ai, se eu te pego, ai, delícia, delícia, assim você me mata. Ai, se eu te pego, ai, ai, se eu te pego, hein? Coragem e comecei a falar. Como é que é lá? Nossa, nossa, assim você me mata. Ai, se eu te pego, ai, ai, se eu te pego, delícia, delícia, assim você me mata. Ai, se eu te pego, ai, ai, se eu te pego, leva. Comecei a falar. Nossa, nossa, assim você me mata. Ai, se eu te pego, ai, ai, se eu te pego, delícia, delícia, assim você me mata. Ai, se eu te pego, ai, ai, se eu te pego, hein? Vocês agora. Nossa. Ədəbiyyat dedikdə şeir, şeir dedikdə həyat başa düşürük. Belə yerdə şairi yaxşı deyil. Gəlin dinləyək, görək nə deyil. Yazmış olduğu bu şeiri əsas tutaraq bütün şagirdlər adında bugünkü tədbirin ssenarisinin müəllifi olan və tərcüməçisi olan, eyni zamanda bizi ədəbiyyata, şeirə, sənətə və ana məhəbbətə hiss oyadan ədəbiyyat müəlliməmiz Mahru müəlliməni alqışlarınızla öz minnətdarlığımızı bildiririk. Bütün kadınlar karşınızda baş əyir. Və bugünkü məclisimizə təşrif buyuran
müəlliməyə sözünüzü veririk. Yine hamınızı hoş gördüm. İnandırıram sizi, mən sizi məktəbinizdən dəvət alanda ürəyim açılır. Bilirəm ki, gəldiyimə peşman olmayacağım. Elvura müəllimə, ilk növbədə sizə təşəkkür edirəm ki, belə bir gözəl tədbirə bizi dəvət etdiniz, ürəyimiz açıldı. Buna mən çox sevindim. Baxmayaraq ki, orada təsirlər rəsmi işimiz çox idi, ancaq sizin təklifinizi mən heç bir vaxtı boşa buraxmazdım ki, orada yəqin ki, gözəl işlər var. Və bugün mən bunun şahidi oldum. Çox sevindim. Bu tədbirdə hər kəsin zəhməti varsa, onları mən alqışlayıram. Marhum müəllim sizi və sonra müəllimə, sinif rəhbərimiz, bu sinifin sinif rəhbərimiz. Alqışlayıram ki, belə bir gözəl tədbir keçirdik. İnandırıram sizi, bizim şagirdlərimizin isti nəfəsindən gələn o ana kəlmələrini mən televizorda da, başqa yerlərdə də, ana haqqında deyilən sözləri eşidirəm. Ananın adı müqəddəsdir. Hər bir şeir anaya yaraşır. Ancaq bugün bu şagirdlərin dilindən çıxan ana kəlmələri inandırıram sizə ən məşhur şeir deyənlərin dilindən də mənə xoş təsir bağışladı. O qədər şirin kəlmələr, o qədər gözəl kəlmələr seçmişdilər ki, mən ana olduğuma və sizlərin ana olduğuna, burada oturan bütün qadınların ana olduğu, gələcəkdə də ana olacaq, fəxr edirəm ki, Azərbaycanımızın belə anaları var və fəxr edirəm ki, anaları sevən belə gənclər var. Bugün mən bütün qadınları, Elnurə müəllimə başda olmaqla, bütün qadınları və qız balalarımı bayram münasibəti ilə təbrik edirəm. Oğlanlarımızı isə qızlarımıza, analarımıza olan böyük məhəbbətinə görə onlara öz səmimin, ürəyimin sevgisini verirəm ki, belə bizim gənclərimiz var ki, anaları müqəddəs olduğunu bugün onlar öz iştirakı ilə ana və bacılarını, müəllimlərini sevindirdilər. Bu bizim Azərbaycanımıza yaraşan və ana vətən deyil, ana ocağı deyil, fəxr etdiyimiz Azərbaycan bayrağının burada dalgalanması bir daha mənə qürur hissi gətirdi. Ümumiyyətlə, bugünkü tədbirimizdə görülən hər bir iş ürək açan oldu. Mən çəkinmədən sözü həmişə həqiqəti birbaşa deməyi sevirəm. Və yenə də deyirəm ki, mən Gəncə şəhərində demək olar 49 məktəb var. Bugün sizinlə burada olduğum üçün sizi tərif etmirəm. Mən həmişə deyirdim ki, 16 nömrəli məktəbin müəllimləri çox hünərli, çox savadlı, çox mədəniyyətli bir şəxslərdir. Lakin mən getdikcə görürəm ki, burada tək bizim ədəbiyyat müəllimlərimiz deyil, bütün müəllimlərin burada məhəbbəti, sevgisi, mədəniyyət var. Bunun hamısı ondan irəli gəlir ki, sizin başınızın üstündə duran Elnura müəllim, deməli 16 nömrəli məktəbdə çox gözəl bir hava yaratmışdır. Mən bunun üçün bir daha yapılmam. Hər bir zaman deyirəm, 16 nömrəli məktəbdə ola bilsin ki, mən iştirak etmədiyim çox tədbirləriniz olurdu. Lakin buna gələndə mən ürəklə gəlirəm ki, nəsə orada bir sevinç payı var. O sevinç payını siz mənə bəxş edirsiniz. Bir daha bütün anaları və bir daha hər birinizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm, bağırma bax, öpürəm. Sizi də bayramınızı təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Alqışlarınızla. Eyni zamanda bu tədbirin yaranmasında əziz və sevimli sinif rəhbərimiz olan Sona müəlliməyə də bütün valideynlər adından təşəkkür edirəm. Təşəkkür edirəm ki, ona görə ki, o həqiqətən bizə ana kimi qayğı göstərir və bizi sevir. Alqışlarınızla Sona müəlliməni səhnəyə dəvət edirəm. Teşekkür ederim ki, bu cür güzel balları yetiştirmişsiniz. En başlıca Esra Məhəmməd teşekkür ederim. 1. sinifdən 4. sinif Esra Məhəmməd. Çok xahiş edirəm ayağa qalxın. Gəlin Esra Məhəmməd.
alkışlayaq. Çünki Esra müəllimə bu sinifin yetişməsində ibtidai sinif müəllimi kimi çox əziyyət çəkir. Buyurun Esra müəllimə, gəlin ortaya. Esra müəllimə, sizə təşəkkür edirik. Bir daha var olun. Sizin əməyinizi sona müəllimə davam etdirir. Çox sağ olun, bayramınız mübarək. Eyni zamanda məktəbimizin müdürəsi Elnura müəllimə başlamaqla, Elnura müəllimə bayramınız mübarək. İkinci ilə bayramlara çıxasınız. Bütün qadınlar bayramınız mübarək. Çox sağ olun, minnətdarım. Təqdim sevgimlaşın. Sağ olun. Thank you.